Təsadüfi. Yox. Yəni təsadüfən biz sizlə rastlaşmışıq. Və şükür ki, siz Rafiz müəllimin qonağısınız. Qolum çatmıyor. Yəni qonağın qonağı. Bizim gözdə yerimiz var. Hər birinizə xoş gəldin deyirəm. Çox sağ olun. Arz edirəm ki, sizin də qapıda, həyətdə xeyir iş olsun. Biz də gələk o xeyir işdə. Təsadüf də olsa, ya çağırış da olsa gələk. Sağ olun, sağ olun. Sağ olun. Biz də öz adımızdan bu xeyir işə mübarək deyirik. Bu xeyir iş mübarək olsun deyirik. Bu xeyir işin hələ başlanğıcıdır. Səhər xaş olacaq, nə bilim, davam edəcək axşama qədər. Uşağı kəstirdə olacaq, nələr olacaq. Gün o gün olsun bu həyətdə həmin o gözəl balanın, həmin müsəlman olacaq balamızın böyük toyuna yığılaq. Bütün ham orada iştirak eləsin, desin, gülsün, şənlənsin. Mübarək olsun xeyir işimiz. Sağ olun. Hoş geldin. Sağ olun. Ben internette bir şey demişim. Qarşında qalmış tutan Kaçlarında yazmak istedim. Kardeşim hakkında bir kelime informasiya verir. Bu hası hakimiyyət gəldi, fərqi yox. Bu kişi öz əməyinlə, öz sadəliylə, öz savadıyla həmin təşkilatın sədridir. Biz gəlmişik, təbrik edirik. Hoşbəxt olsun. Rafiz müəllimin sözünə bir düzəliş edin. Bizim bir hakimiyyətimiz var. Onun da başında cənab prezidentimiz İlham Əliyevdir. İlham Əliyevin sağlığına, yəni hakimiyyətin, dövlətin sağlığına. İlqar müəllim, Sağ olun. ümumiyyətlə mənim qonağım yox. Mənim dostum yox. Siz bugündən hoş gəldiniz. Eylən obanı. Ümumiyyətlə, nə qədər ki bu çadırı, bu yivişməyi bizə yaradır ki, müəllimiz çox gözəl bir söz çəkdir. O ateş işlərini, hər şey qıratır. Bizim sağlam yivişməyimiz, musiqi, hamısı o sayələr. İndi sabah yenə heç bir yerə söz verməyəm. Öz dostumuz, öz qardaşım müəllim işlə sabah yenə tanışır. Sağ olun, qadar. Sağ olun. Xoş gəldiniz.